Peyğəmbərimiz bu Rəcəb ayının hilalını ilk dəfə gördüyü zaman dua eləyərdi. Dua eləyərdi ki, Allahumma barik lana fi Rəcəb və Şaban və bəlliğna Ramazan. Buyurardı ki, ilahi, Rəcəb və Şaban ayını bizim üçün bərəkətli qərar ver. Mübarək qərar. Və bizi Ramazan ayına çatdır. Deməli biz başa düşürük ki, bu hədisdən başa düşürük ki, bu 3 ayın bir-biri ilə əlaqəsi var. Bu 3 ay birbaşa bizim ruhumuzu qidalandırmaq üçün bir fürsətdir. Allah bu fürsəti bizə təqdim edib, bizə bu fürsəti yaradıb. Və bu 2 ay ki var Ramazan ayından öncə gəlir, Ramazan ayı üçün hazırlıq ayıdır. Və İslam ənənəsində var ki, məsəl üçün kim Ramazan ayında qəza edibsə, adətən bu 2 aylarda, Ramazan ayından öncə olan 2 aylarda qəzalarını yerinə yetirər. Və yaxud da kəffarə orucu varsa, 2 ay kəffarə orucun bu mübarək aylarda keçirər. Və biz bu aylara baxanda görürük ki, bu ayların gündüzləri də fəzilətlidir, gecələri də fəzilətlidir. Dinimizdə 3 mübarək gecə var, daha çox belə deyək, ibadətə bizi çağıran gecələr ki var. Bu Rəcəb ayında da vardır, Rəğaib gecəsi deyilir. Rəcəb ayının ilk həftəsində olur. Ondan sonra Şaban ayı ki var, o ayın tən ortasında olur, Bəraət gecəsi və nəhayət Quran-ı Kərimdə də adı zikr olunan Qədr gecəsi də Ramazan ayındadır. Baxırıq görürük ki, bu 3 ayların hər üçündə də mübarək gecələr var ki, Allah bizə fürsət yaradır ki, bu gecələrdə ibadət eləyin, tövbə eləyin, Allaha tərəf yaxınlaşın.